Ağastırır, amma işdən çıxartmırıq. Müşkinəz xanım işdə olmayanda makyaj eləyirəm. Gözəllik deyirsən məndə, gözəl dəri deyirsən məndə, adsan deyirsən məndə, status deyirsən Hamısını kameradan görürəm. Kosmetikanı kim çox vurur, neynir, hamısını görürəm. Xanım burada olmayanda mən yatıram. O divan onun üçündür də. Yəqin Şəhanə xanım yatmaq üçün Vüsal müəllim divan qoyur. Hadi be bozmayalım keyfimizi. Eğlence! Olmayanda mən kinoya baxıram. Ya Sinan ayıp ediyorsun ya. Ya bu dizi izlemen beni son derece rahatsız ediyor. Tamam sanatsal Reklam faaliyet. hocam, reklam. Ne reklam bitti. Reklam. Mən də kameradan baxıram, görürəm ki, Aydan qızımız telefonda fikirləşirəm ki, iş görür yəqin. Deməli kinoya baxırmışsan. Biraz xanım işdə olmayanda mən işə gecikirəm. Əslində olanda da gecikirəm. Əleylədim. Hamınızdan imtina elədim. Axtarım elədim. Rüqaya xanım Xırdalan probkasında olduğu üçün ona güzəşt edirik. Xanım işdə olmayanda TikTok saat eləyirəm. Da elə başa düşürdüm ki, iş görür, valideynlərə yazır, şagirdlərə yazır. Deməli bu da kameradan görünmür TikTokda olduğu. Bir də amma mənim sirməmlə kim şokoladları götürüb yeyirsə, bir dənə onu bilə bilmədi. Onu etiraf edən olmadı. Naz xanımın şokoladlarını mən oğurlayıram. Bu yaxınlarda toyu olacaq. Allah xoşbəxt eləsin. İşin yarı gün gəlir, yarısı günortadan sonra gəlmir. Yəqin ki, nişanlısı ilə deməyəsən şokoladları da bu yeyirmiş. Elə bildim gəlinim yeyir. Oradan gedir nişanlısı ilə gəliniyə baxırlar xonça bəzəmək üçün. Üzürlü səbəbdən günün yarısında işdə olur. Rezil olduk baba. Rezil olduk baba.